Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər və dəyərli müştərilərimiz. Bugün sizlərə bir problemli sistem haqqında danışacağım və videonu da sizə təqdim edəcəyim. Sizlər də videoya tam axıra qədər baxın ki, məlumatınız olsun. Gördüyünüz kimi, müştəri bizi dəvət edib, hər halda indi belə bir iş gördürübdü. Usta bax, belə bir bu gedənlər 6 dənə boru istip oldu. 60 kvadrat yerə istipol çəkilib. Biz evin padvalındayıq. Bax, bu monolitin üstü istipoldur, belə deyək. İstipolu çəkib, hər halda belə çəkibdir, gördüyünüz kimi. Biz bura dəngə qabı qurduq, indi izah edəcəyəm, sizlər də qulaq asın. Və bir hissəsi də belə gedir, indi belə çəkib hər halda. Əvvəlcə burada gördüyünüz kimi kollektori üstü ortadan ayırıb, bu üç göz istipoldu. Ora bax, belə termostatlı vintil qoyub və sensorunu da, bu istilik ötürücü olan sensorunu da özünə bağlayıbdır, bax belə. Biz bunu söktük, ləğv etdik, gördüyünüz kimi, bax buradan. Kollektori birləşdirdik, bütün etdik. Çünki mən bunu bəyənmirəm. Bu mənim şəxsi fikrimdir. İstipol o zaman isti olur ki, paslarını devrəyə geçsin. Ustalar yaxşı bilər. Bu da qoyulan dərəcəni yığır, bağlayır. İstipolda komfortlu olmur. Bu belə. Biz bunu söktük, birləşdirdik və kombidən qoşulmuşdu. Bir tərəfdən buradan giriş, buradan isə dönüş. Gördüyünüz kimi. Biz ləğv etdik, keçdik, girişi buradan və dəngə qabından sonra qoşulan. Girişi buradan qoşduq və indi bizim təxminən 20 kvadrat metrə, 100 metrdən artıq istipol şlanqı, borusu işlədibdir usta. İndi hamı yaxşı iş görə bilməz. İndi bunu görüb bacardığı budur. Yaxşı olardı ki, bilmədiyini soruşsun. Soruşmaq ayıb deyil. Soruşmayıb bu vəziyyətə işi gətirmək ayıbdır. Mən bunu belə deyərdim. Nəsə ondan keçibdir. Və gördüyünüz kimi biz bura dəngə qabı təyin etdik. Bizim komimiz gördüyünüz kimi ötürür dəngə qabına. Və dəngə qabından isə dönüş edir özünə. Dəngə qabından sonra qoyulan 32-nin 8-ə ölçüsündə olan devrəyə nasosu vurur birbaşa. Bizdə birinci istipollar gəlir və dönüşdə isə axırdan üçüncü istipol qayıdır. Və beləliklə bütün radiator qarışıq hər biri, yəni ki ondan keçibdir. Devr edir, diagonal qoşulma etdik kollektorimizi bir. İkinci isə bizim dəngə qabından, yəni belə desək, bol su götürə bilir ki, bizim devrəyə nasosu və bu da 8 göz kollektora çatdırır. Və bizim kollektorimizin dönüş xəttinə də gördüyünüz kimi dəngə qabına ötürür. Müştərimizin əvvəlcə qoşulmuşdu, bunu qoşmuşdular, yenə nəticə ala bilməmişdilər. 25-in 8-ə biz bunu da dönüşə qoşduq. Və indi kombində artıq işə salmışıq. İnşallah yüksək nəticə əldə edəcəyik. Ev sahibi özü də buradadır. Kombimizi işə salmışıq, artıq 70 dərəcəni yığıbdır. Gördüyünüz kimi problemin həlli bax belə olur. Əziz izləyicilər, əziz gənc ustalarımız, bilmədiyinizi soruşun, amma ev sahibini bu qədər bəlaya qoymayın. Bax, belə bir istipol çəkibsiz. Yaxşı olardı ki, bu istipolun və radiatorun kollektori evin mərkəzində qurulsun. Belə bu qədər, əziz dostlar. Bu kimi problemlər olmasın. Kim də olarsa, bizimlə videodakı və səhifədəki nömrə ilə əlaqə saxlaya bilər. Sizlər üçün fayda vermiş olduqsa videonu bəyənərsiniz və kanalımıza hələ də abunə deyilsinizsə,
abunə olarsınız. Bu qədər. Allah amanda qalın.